Hansı insanlardakı kəskin baş ağrıları, çiyin boyun ağrıları, əllərdə barmaqlarda uyuşma, boyun nahiyəsindən başa vuran ağrılar, qulaqda səs-küy problemi, baş gicəllənməsi, göz qaralması varsa, ürək döyüntüsü artır, təzyiqi yüksəlirsə, videonu sona qədər diqqətlə dinləsin. Bax, bütün bunların hamısının yaranma səbəbi boyun osteoxondrozdur. El arasında buna duzlaşma deyirlər. Boyun nahiyəsində damar və sinir sıxılır, nəticədə beyin qan dövrü pozulur və sadaladığın problemlər yaranır. Bu problemlərdə köklü şəkildə nəticə axtarsansa, mütləq şəkildə səbəbi aradan qaldırmaq lazımdır. Orqanizmi təmizləmək, duzlaşmış əsnəməni bədəndən xaric etmək, yeyilmiş qırıqları etmək, beyin qan dövrünü normal salmaq lazımdır ki, bunun qarşısını alasınız və köklü nəticə əldə edəsiniz. Bunun üçün ağrı kəsicilər çarə deyil, bunun üçün xarici müdaxilə çarə deyil. Masaj, top, fizioterapiya müvəqqəti nəticə verir. Burada mütləq şəkildə sən orqanizmi təmizləmək lazımdır. Bax, orqanizm təmizləyici antilipid çayı istifadə edəcəksən. Yerimiş qırıqları bərpa etmək üçün ionlaşmış kalsi, beyin qan dövrünü normal salmaq üçün lesterin kalsi istifadə edəcəksən. Şax təbiətin bioloji qidalardır. Dərman vasitələri deyil, ziyan zərəri yoxdur, dondurucu, qeydici funksiyalarını işləyir və problemləri köklü şəkildə aradan qaldıracaqdır. Ətraflı məlumat üçün məhsul əldə etmək üçün səhifədəki nömrə ilə əlaqə saxlayın. Apteklərdə olmur, çatdırılması var, mərkəzdə 28 manat deyirlər.